Bazar nəyə görə sizin açdığınız əməliyyatların əksinə hərəkət eləyir? Long açırsınız, short olur, short açırsınız, long olur. Elə bilirsiniz ki, bazar sizin 300, 400 və ya 500 dollarınızı götürməkdən ötürü hərəkət eləyir. Bu belə deyil. Bazar kütlənin stop bölgələrindəki yığılan likvidliyə doğru hərəkət eləyir. Bunu bilmək çox önəmlidir. Yəni bu o deməkdir ki, siz kütlənin etdiyini edirsiniz, bilmədən, yəni bu işi öyrənmədən əməliyyatlar açırsınız və özünüz də bilmədən kütlə nə eləyirsə onu eləyirsiniz. Yəni yanlış yarılımlarda əməliyyat açırsınız. İstər trend xəttlərində olsun, istər dəstək dirençlərdə olsun. Yaşıl mum görən kimi həmən long açırsınız. Bir qırmızı mum görən kimi həmən short açırsınız. Yəni bu işdə bazarın psixologiya, bazarın mexanikasını və kütlənin psixologiyasını və iri iştirakçıların sizə hiləni harda və necə qurduğunu bilməniz həddindən artıq çox önəmlidir. Yəni hər bir tərəfini bilmək vacibdir. Amma bazarın mexanikası mənə görə çox önəmli bir məqamdır, məsələdir. Bunu bilmək lazımdır. Bu da təcrübə ilə sözsüz ki, müəyyən bir şeyləri öyrənəndən sonra təcrübə tələb olunur. O yüzden də kütlədə olun, amma kütlədən biri olmayın.